Son illərdə Azərbaycanla Rusiya arasında münasibətlərdə müəyyən gərginliklər açıq şəkildə hiss olunur. Ötən ilin dekabrında Azala məxsus sərnişin təyyarəsinin vurulması. Bu ilin yazında isə rəsmi tədbirə dəvət olunan Azərbaycan deputatının Həşdərxan hava limanından geri qaytarılması yalnız diplomatik etikasızlıq kimi yox, həm də müəyyən siyasi mesaj kimi qiymətləndirilir. Mart ayında dövlət informasiya resurslarına, o cümlədən xəbər saytlarına qarşı baş vermiş kiber təhlükə də narahat edici hadisələr sırasındadır. Hücumların arxasında Rusiya mənşəli texnoloji qrupların olduğu bildirilib. Bütün bunlar bölgədəki münasibətlərin həssas xarakter daşıdığını bir daha göstərir. İyunun 27-sində Yekaterinburqda baş verən son hadisələr isə bu gərginliyin daha ciddi mərhələyə keçdiyini deməyə əsas verir. Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova saxlanılan şəxslərin əvvəlki illərə aid istintaq çərçivəsində tutulduğunu bildirib. Lakin əməliyyatın sərt şəkildə həyata keçirilməsi, bəzi diaspora üzvlərinin və ailələrinin hədəfə çevrilməsi cəmiyyətdə haqlı suallar doğurub. Ən çox narahatlıq doğuran məqam isə budur ki, belə bir əməliyyat Kremlin xəbəri və razılığı olmadan həyata keçirilə bilərmi?